Məlumat verdiyimiz kimi, İran İslam Respublikasının ali rəhbəri Əli Xameneyi Amerika Birləşmiş Ştatları və İsrailin hücumları nəticəsində öldürülüb. İran hökuməti ali rəhbər Əli Xameneyinin ölümü ilə bağlı 40 günlük milli matəm elan edib. Hökumət dövlət idarələrinin 7 gün müddətinə bağlanması ilə bağlı qərar qəbul edib. Artıq İran ali liderinin səlahiyyətlərini müvəqqəti icra edəcək şəxs də seçilib. Bu, Ayətullah Əli Rıza Arafidir. Bəs Əli Xameneyi kim idi? 1979-cu ildə baş vermiş İran İslam İnqilabı sonrasında formalaşan teokratik siyasi sistemin ikinci ali rəhbəri olan Ayətullah Əli Xameneyi 1989-cu ildən etibarən İran İslam Respublikasının ali lideri vəzifəsini icra edirdi. O, inqilabın banisi Ayətullah Ruhullah Xameyninin vəfatından sonra bu posta seçilmişdi. İndiki İranlı gənclərin demək olar ki, hamısı yalnız onun rəhbərliyi altında yaşayıb. Bu fakt təkcə siyasi deyil, həm də sosial-mədəni reallıqdır. Bütöv bir nəsil Xameneyi dövrünün diskursu, təhlükəsizlik siyasəti və ideoloji çərçivəsi ilə formalaşıb. İranın siyasi sistemi formal olaraq prezident, parlament və məhkəmə hakimiyyətindən ibarət olsa da, ali lider institutu bu strukturların üzərində dayanır. Xameneyi dövlət siyasətində veto hüququna malik idi. Silahlı qüvvələrin baş komandanı sayılırdı və İslam İnqilabı Keşikləri Korpusu daxil olmaqla bütün təhlükəsizlik aparatına nəzarət edirdi. O, həmçinin məhkəmə rəhbərliyinin, dövlət mediasının və mühüm strateji qurumların rəhbərlərini təyin etmək səlahiyyətinə sahib idi. Beləliklə, onun hakimiyyəti faktiki olaraq qeyri-məhdud xarakter daşıyırdı. Əli Xameneyi 1939-cu ildə İranın ikinci böyük şəhəri olan Məşəddə anadan olub. 8 uşaqlı ailənin ikinci övladı idi. Atası orta səviyyəli şiə ruhanisi olub. O, kiçik yaşlarından Quran təhsili alıb və 11 yaşında dini təhsil yoluna qədəm qoyub. Lakin onun formalaşması yalnız dini müstəvidə olmayıb. Dövrün bir çox ruhaniləri kimi o da dini kimliklə siyasi mövqeyini birləşdirən xətt üzrə hərəkət edib. Xameneyi İran şahına qarşı müxalifət hərəkatında fəal iştirak edib. Cəlbedici natiq kimi tanınıb və dini çıxışları siyasi çağırışlarla birləşdirib. Şahın gizli polis tərəfindən 6 dəfə həbs edilib, işgəncələrə məruz qalıb və sürgünə göndərilib. Bu dövr onun siyasi kimliyinin möhkəmlənməsində mühüm rol oynayıb. 1979-cu il inqilabından sonra Xameneyi sürətlə siyasi elitanın ön sıralarına yüksəlib. 1980-ci ildə Xameneyi tərəfindən Tehranda cümə xutbələri oxumaq tapşırılıb. 1981-ci ildə İran prezidenti seçilib. 1980-ci illərdə suiqast cəhdindən sonra sağ qolunu itirib. 1989-cu ildə Xameyninin vəfatından sonra Ekspertlər Şurası tərəfindən ali lider təyin edilib və bu postu 2026-cı ilə qədər icra edib. Tehranda sadə iqamətgahda yaşayırdı. Xaricə az səfər etdiyi bildirilirdi. Gəncliyində siqaret çəkməsi kimi şəxsi detalları da mediada yer alıb. Xameneyi Mənsura Hocasəti Bakirzadə ilə ailə qurub. O, 6 övlad atası idi. Ailə ümumilikdə mediadan uzaq həyat sürüb. Onun Müstəba Xameneyi, Mustafa Xameneyi, Məsud Xameneyi və Meysəm Xameneyi adlı 4 oğlu var. Oğullarının ən tanınmışı Müstəbadır. İran elitasının təhsil aldığı Ələvi liseyində oxuyub. 30 yaşında Qumdakı mədrəsədə dini təhsilə başlayıb. 2000-ci illərdən etibarən onun siyasi təsiri ilə bağlı iddialar artıb. 2004-cü il prezident seçkilərindən sonra adı tez-tez hallanıb. Mehdi Kərrubi onu açıq məktubunda Mahmud Əhmədinecadın xeyrində müdaxilədə ittiham etmişdi. Bəzi təhlillərə görə Müstəba potensial varis kimi nəzərdən keçirilirdi. Rəsmi dairələr bunu təkzib etsə də, onun ali liderin ofisində ciddi nüfuza malik olduğu bildirilirdi. Mustafa Xameneyi isə İran-İraq müharibəsində ön cəbhədən xidmət edib. Məsud Xameneyi daha çox atasının əsərlərinin arxivləşdirilməsi və nəşri ilə məşğul olub. O, Xameneyinin tərcümə halının və xatirələrinin hazırlanmasına cavabdeh idi. Meysəm Xameneyi də dini fəaliyyətlə məşğul olub və ailənin nəşr işlərində iştirak edib. Qızları Buşra və Hoda haqqında ictimai məlumat azdır. Hər ikisi inqilabdan sonra doğulub və akademik dini çevrələrlə ailə bağları qurublar.